Mühafizə işi var yoldaşlar. Mən sizə bir neçə mühafizə işindən bəhs etmək istəyirəm. Mühafizəçi, nəzarətçi işlərindən bəhs etmək istəyirəm. Misal üçün, mühafizəçi işi Gülüstan rezidensdə var, 600 manat civarında olan bir işdir. 25-35 yaşlı bir şəxs olmalısınız. Minimum 3 illik iş təcrübəniz olmalıdır. Hərbi xidmət haqqında biletiniz olmalıdır. Ofis proqramlarını bilməlisiniz. 28 may metrosu yaxınlarındadır. Bu bir variantıdır yoldaşlar. Sonra Cinemaster Art'da bilet nəzarətçi işi var yoldaşlar. 510 manat əmək haqqısı olmalıdır. Amma üstə gəl də, belə deyim, bəxşişlər də olmalıdır. Bu sizə amma yoldaşlar 18-28 yaşlı uşaqları götürür. Bəli, təcrübə tələb eləmir, amma bu sizdən rus dilini sərbəst bilməyi tələb eləyir. Belə bir variantı var. Sonra qadın nəzarətçisi işi də var yoldaşlar. Əgər aranızda ən azı bir xanım varsa, o xanımın üzgüçülüyü bilirsə, 450 manatlıq belə bir iş var. Binəqədi rayonundadır yoldaşlar. Hovuzdakı üzənlərə nəzarət edirsiniz. Qaydaların pozulmamasına diqqət yetirirsiniz. Lazım gəldikdə kömək göstərirsiniz. Belə bir variantdır. Sonra bu tipli sahələrə aid misal olsun, kameraların nəzarət üzrə də operator işi var yoldaşlar. Azəri Holdingdədir bu iş. Bu iş 600 manat verir. 2 gün gecə, 2 gün gündüz, 2 gün istirahət olmaqla işləyir. O heç olmasa orta təhsiliniz olmalıdır və müvafiq sayda 2 illik iş təcrübəniz olmalıdır. Ofis proqramlarında işləmə bacarığınız olmalıdır. Növbəti bir variant Sumqayıtda da var yoldaşlar. Kamera nəzarətçisi işi Film Plus'dadır. 500 manatlıq 30-40 yaşlı uşaqlar üçündür. Minimum orta təhsiliniz olmalıdır. Ən azı 1 illik iş təcrübəniz olmalıdır müvafiq sahədə. Sonra Sabunçuda gözətçi işi var yoldaşlar. Bu gündüz növbəsi üçündür. 500-600 manatlıq bir işdir. Bakıxanovdadır. 30-45 yaşlı şəxs olmalısınız. 177 sm boyunuz olmalıdır ən azı. Hərbi xidməti başa vurmuş olmalısınız. Bu da növbəti biri. Bundan əlavə Qaradağ, Ağdağ və digər ərazilərdə də mühafizəçi işi var. Bu mühafizəçi işlərindən ən yüksək əmək haqqılarından biridir. Düzdür, bəziləri qeyd eləməyib əmək haqqısını. Misal üçün, bu iş 30-55 yaş aralığında şəxslər üçündür. Həm Qobustan, həm Hacıqabul, həm Nəvahi, həm Ələt, həm də Qaradağ ərazisində yaşayırsınızsa, yəni bu ərazilərdən birində yaşayırsınızsa, bu işi düşünə bilərsiniz. 700 manat verirlər yoldaşlar, 5 günlük işdir, yəni həftə içi 5 gün olur. Saat 9-dan 8-ə qədərdir, daha doğrusu 6-ya qədərdir. Belə bir iş var. Bu və bənzər digər işlərlə də tanış olmazsınızsa, qeyd edim ki, bu dediyim işlər təxminən son 48 saatın işləridir. Yəni son 72 saatın o bir işlərin xəbəriniz olmaya bilər sizin. Yəni ən yeni vakansiyalar bildirim. Digərlərlə də tanış olmaq üçün və yaxud da ümumiyyətlə bu işlərə müraciət etməklə dəstək istəyirsə, bir sözlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüz, orada kanala daxil olun. Kanala daxil olduqdan sonra orada diqqət edərsəniz, profildə əlaqə vasitəsi var, Toğrul Ləzov adlı kanalda. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.